Vaxtınız xeyir olsun müəllimlər. 30-cu sualdan başlayaraq fonetikadan izah edirik. Deməli deyir ki, 30-cu sualda hansı sözün yazılışı iki cür düşünmək olar? Birlər olmur, gördüyümüz kimi. Bir var deyirəm ki, onun sənə bəslədiyi ədavətdir. Bir var deyirəm, o ədavətli insandır. Ədavətli. Deməli, hər ikisinin tələffüzü ədavətli kimi deyilir. 31-də uyğunluğu deyir bizə. Baxırıq. Paralimpiya sözünə elə baxıram ki, yazılışı səhvdir. Ona görə bunu götürmürəm. Paraşüt yazılışı yenə səhvdir. Götürə bilmirəm. Pnevmoniya. Pnevmoniyanın yazılışı tələffüzü doğrudur və demişəm İAİK-da vurğu sona düşür. Amma allergiya, metallurgiya, dramaturgiya, pnevmoniya in üzərinə düşür. Deməli cavabımız hamısı doğru olan C-dır. Gəlin baxaq görək onda D niyədir. Pilləkən deyil. Pilləkən, gicitkən. Dedik burada ədir elə. Yazılışı səhvdir gördüyünüz kimi. Pantomima. 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 Vurğu axla düşmür. Pantomima. Vurğu üçün C hecəyə düşür. Deməli yanlışdır. C oldu. Yuxarıda isə D idi. Ədavətli sözü idi. Keçirik 32-ci testə. Sərbəstdir. Tələffüzümüz necədir? R düşür. T da düşür burada. R ilə T düşür. Tələffüz budur. Gəlin baxaq onda. Deməli deyir ki, iki dənə səs düşümü var. Uyğun olmayan seçirik. Bu doğru idi. R, T düşdü. D səsinin kar qarşılığı işlənibdir. D-nin kar qarşılığı işlənməyibdir. Çünki niyə? D-nin kar qarşılığı T-dır. Burada T yoxdur. Axı T düşdü. Deməli uyğun olmayan cavab oldu. B bəndi yanlışdır, amma doğru yazıb. İki sonar samit işlənmişdir. İki dənə R var. Deyir. Xeyr. Axırıncı R-nı biz salmışıq. Bir dənə R var. Deməli yanlışdır. Bu da yanlış yazıb. Kar cingitli cütlü işlənibdir. Sərbəst də yox, T düşüb deyə cütlük ola bilmir. T-də ola bilmir. Yanlışdır. Müxtəlif saitlərin iki müxtəlif məqamda oxşarlığı var. Yəni ələr, i'lərin oxşarlığı nədir? Məsələn, dodaqlanmayandır və incədir. Oxşarlıq budur. Bu da doğru. Deməli oldu B bəndi. Keçək növbətiyə. Səhv yazılma saitləndi. Casus ayla yazılır. Deməli, sait səhv yazılıbdır. Ondan sonra Calal ayla yazılıbdır. Deməli, bu da səhv yazılıbdır. Yəni, bizə səhv yazılma saitlə bağlı olan axtarıq da ona görə. Şah-anədir. Yəni, şaha məxsus. Şah-anə. 1, 2 və 5. 33-cü sualda A bəndi. Bax, bu tabaşiri 100 formaya saldılar. Son forması budur. Bunu yadımıza saxlayaq. Təbaşiri, tabaşir yox. Deməli, oldu 1, 2, 5, A bəndi. 34. Gicitkənlik. Tələffüzdə deyir, kəmiyyət fərqi yoxdur. Bəli, özə gicitkən yox, gicitkən deyirik. Ki da var burada. Bax, burada da tələffüzdə fərqimiz var. Deməli, baxaq 34-cü testə görək. Nəyi götürməliyik, nəyi yox. Kəmiyyət fərqi yoxdur. Bəli, səs düşməyib, səs artmayıb. Deməli, düz deyir. Aha. Ş səsinin cingitli qarşılığı işlənibdir. J var ki burada. J yoxdur ki. Deməli bir olanları çıxartdım getdi. Sonra deyir ki, kar cingitli samit cütlüyü işlənməyib. G-nin K-sı işlənməyibdir də. Bəli, düz deyir. K yoxdur da ona görə. Tutaq ki, D-nin da T-sı yoxdur. Ona görə C-nin da Ç qarşılığı yoxdur. İ-nin də Y qarşılığı yoxdur orada. Sözdə Y səsinin cingitli qarşılığı işlənib. Y ilə özü cingitlidir. Onun necə cingitli qarşılığı işlənə bilər ki? Eyni hərf müxtəlif səsləri verir, deyir. Gəlin görək eyni hərf hansıdır? K səsidir. Bax, burada K səsi G-ni verir, burada K səsi I-yi verir. Ona görə eyni səs, eyni hərf müxtəlif səsləri verir. D bəndi. Hərarət ölçən və həcimcə sözü. Hərarət ölçəndə fərq yoxdur. Hərarət ölçən, həcimdə də I artır. Gəlin görək doğru fikir hansıdır? Hərarət ölçəndə indicə dedim ki, fərq yoxdur. Deməli, bir düz deyir. Götürürəm. Sonra deyir ki, incə açıq dodaqlanmayan sait işlənibdir. Ə işlənib. Burada da ə işlənib də. Yəni, ə burada da var, burada da var. Bu ortaya yazılmalıdır. Səhv deyir. İki ortaya yazılmalıdır. Çünki deyir ki, incə açıq dodaqlanmayan bu eynə nədir də? Eynə nədir? Məsələn, burada da var, burada da var. Yəni, o səhv dediyinə görə ortaya yazılır. Vurğu birinciyə düşür. Xeyr, bu həcimcə sözünə aiddir. Yəni, bu da səhv düşübdür. Buraya yazılmalı idi. Cingitli qarşılığı olmayan samit işlənibdir. Hər ikisində işlənibdir. 4 ortaya yazılmalıdır. Yazılıb da elə. Burada R işlənib, H işlənib, N işlənib. Burada M işlənib, H işlənib. Cingitli
qarşılığı olmayan samit işlənibdir. Bizə cingitli qarşılığı deyir özdə müəllimlər. Kar qarşılığı olmayan yox, cingitli qarşılığı olmayan da var. Burada da var, burada da var. Baxın, burada da var, burada da var. Deməli, tərkibində həm açıq, həm qapalı sait var. Bəli, var. Çünki burada i var. Deməli, oldu 1, 4, 5. Görək bu birisi niyə yoxdur? Cingitli samitlər kəmiyyətcə çoxdur. Həcmcə sözündə cingitli samitlər kəmiyyətcə çoxdur, amma elə hərarəti ölçəndə də çoxdur. Niyə? L-ın 4 dənədir. Bu yəni ortaya yazıla bilərdi 6, kənara yazılmamalıydı. 35-də A bəndi. Gəlin buna baxaq. Hərarətdir sözü bayaqki ədavətdir sözünü oxşuyur müəllimlər. Yəni burada 2 dənə fərq var. 2 fərqi var burada. Biri var hərarətli, biri var hərarətdir. Hərarətdir. Yəni 2 cür düşünmək olar bunu. Deməli, deyir ki, müxtəlif nitq səsi kimi olmaz. Hərarətli sifətdir, hərarətdir isimdir. Deməli, olar, səhv deyir. Mənə doğru lazımdır axı. Əminliklə lıdıya keçə bilir. Xeyr, əminliklə yox, hərarətdir olanda keçə bilmir. Yəni, burada əmin deyiləm. 3 r olduğunu əmin demək olar. Xeyr, hərarət 3 r, yazılışda 3 r var. Hanı hərarətli sözündə yoxdur 3 r yazılışda. Əminliklə yenə demək olmaz, dəqiq demək olmaz. 2 fərqli yazılsa da səs tərkibi eynidir. Bəli, ikisinin tələffüzü budur da, səs tərkibi eynidir. Deməli düzdür. 3 sonlar samit, onu yenə dedik ki, tələffüzdən asılı, yazılışları fərqli olur. Bunları sənə dosyana deyirəm. Baxın, 3 sonlar sait səs deyir işlənib. R, bura bir də qayıdım. Bunu səs deyəndə tələffüzə baxıram. Burada da görürük ki, 2 dənə sonar samit var. Çünki cingiti qarşılığı yoxdur. Ona sonar demirik. Bunları sənə dosyana deyirəm. Dosyanda t düşdü. Gördüyümüz kimi. Bunları da nə oldu? T da düşdü. Da qalan fərq yoxdur. Deməli, bizə lazımdır ki, aid olan fikirlər. Birində səs düşür, t düşüb də düz deyir. Sonra, bütün sözlərdə ahəng qanunu gözlənilib deyir. Bunları sənə dosyana deyirəm. Bəli, gözlənibdir hamısında. Bunları qalın saitdir. Sənə incə, dosyana qalın deyirəm incə. Birində səs uzanması vardır. Baxaq görək. Heç birisində yoxdur. Dosyanə deyil, aynə, yanə deyil, deyəm ki, uzanır. Deyə bilmirəm ona görə. Bütün sözlərdə vurğu sona düşür. Deyirəm də, deyirəm. Deyirəm, deyə bilmirəm axı. Niyə deyə bilmirəm? Çünki şəxs sonluğa vurğu qəbul eləmir. Ona görə bu səhvdir. Bütün söz deyə bilmərəm. İkisində bütün samitlərdə səs teli iştirak edir deyirsə, yəni cingitlidir. Belə demək istəyir ki, ikisində bütün samitlər cingitlidir. Burada bunları sözün deyir, bir də deyirəm sözün nəzərdə tutur da, yəqin ki, 1, 2, 5 A bəndi. Ehtiramla. Bax, bu qaydada biz ehti sözünü dəyişmirik. Ehtiramla. Amma deyirəm, bax, indiki 6-cı siniflər üçün çıxan vəsaitdə ehti artıq ehti olur, ehtiram olur. Elə bil. Məsələn, ehtifa olur. Amma burada biz dəyişiklik yoxdur. Hələ ki, bu yeni 6-cı sinifləri ibtidai miqlərə daxil eləməyiblər. Amma miqə gedən ixtisas müəllimlərinə yeni dəyişikliklər aid olacaq mı? Ehtiramla deyilir burada. Və nam kimi deyilən layla vurğu qəbul eləmir. Tələffüzümü yazdım, vurğumu vurdum. Deməli, mən səhv edə bilmərəm. Əsas məsələ onlardır. Gəlin, baxaq onda. Ehtiramlandır. Doğru. Vurğu sona düşür. Xeyr, vurğu sona düşmür. Niyə? Ehtiramla deyirik. Yox, biz yuxarı deyək, ehtiramla deyilmir. Bu yanlış. Vurğu sona düşür. Bu da yanlışdır. Çünki biz dedik ki, t deyilir bu. T deyilmir. Bunda izahını da verdik geniş formada. Bütün sonar samitlər işlənmişdir. Xeyr, hanı l yoxdur məsələn. Məsələn, burada l yoxdur. Səs deyir, tələffüzə baxıram. Sözün kökü fərqli tələffüz olunmur. Bəli, dedik ki, ehti sözü dəyişmir. Bu testdə dəyişmədiyini göstəririk. Kəmiyyət fərqi olsa da keyfiyyət yoxdur. Niyə? Keyfiyyət də var. L-ya keçir də. Kəmiyyət də var, çünki üstünə n artırır. Kəmiyyət demişik, say deməkdir. Keyfiyyət də hərfin dəyişməsi deməkdir. Hazırlıq. Belə olur. Necə? Hazırlıq. Gəlin baxaq. Deməli, nə götürməliyik? Birinci hecasında uzanma var. Hazırlıq demirik ki.
Demirik bunu. Karla başlayıb cingitən bitir. Xeyr, xeyla da bitir. Fərqli tələffüz olan yalnız leksik şəkilçidir. Bəli də sözün kökü fərqlənmir axı, düz deyir. Sözdə rlı yoxdur da bu sözdə. X'nın cingiti qarşılığı yoxdur. X'nın özü var, özü. Qarşılığı yox. Filtrli birinci, bizə nə lazımdır? Bizə bu 40-da vurğuya görə ardıcıllıq lazımdır. Gəlin baxaq görək. Filtr birincidir. Filtrli deyirik. Yəni gəlin tələffüzü filtrli, yoxsa filtrli? Filtrli su. Filtrlisi yox, filtrli su. Tələffüzə bax. Filtrli. Oldu neçənci ilə? 2. Orbital. O yazılıb A deyilirsə, orbital. Bax, vurğunu orbital. 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 O yazılıb A deyilirsə, vurğu sonra. Deməli, 2, 3. Nə gəlməlidir müəllimlər? Arta gedirsə, 4 gəlməlidir. Ordenli. Birincidir, oyaq 2-dir, oyuncaq 3-dür, ornament 3-dür, ov, sunnamaq 4-dür. B bəndi 40-da. 41-ci. Hansının qısası olduğunu deyək demək olmur. Bir var deyirsiniz ki, dadlı, bir var deyirsiniz daddır. Bu yeməyi bu uşağa daddır, o da yesin bu yeməkdən. Baxsın dadına. Aha, bu oxunmalıdır, ancaq feil kimi düşünə bilirəm. Feil sifətdə. Çatdırmaq ancaq feil kimi düşünürəm. Deyirəm, burada olanda belə sözləri demişəm dəfələrcə. Bu da xala da, xalı da. İstəyir bu xalasına olsun, xalaya. İstəyir bu xalıya olsun, xalçasına yəni. Yəni bunun hər ikisi isimdir. Tutdur da ancaq feil kimi düşünürəm. Amma bu dadlı sifət düşünə bilərəm, daddırmaq feil düşünə bilərəm. İki cür düşünmək olmaz. Gəlin görək 42-də nəyi iki cür düşünmə bilmərəm. Baxaq. Tələffüzünü iki cür. Bir var feil olanda demişik yazarlar. İsim olanda yazarlar deyilir. Çaparlar, çaparlar deyilir. Qatarlar, bir də qatarlar deyilir. Açarlar qapını, bir də açarlar deyilir. Mən bu qaydanı demişəm. Demişəm ki, feilin üstünə r ilə qutaran feilin üstünə lar gəlsə, sözün kökündəki l, r olur. Məsələn, onlar bizə gələrlər. Gələrlər yazılır, gələrlər deyilir. Gələrlər. Gələrlər. Amma r ilə bitən isimin üzərinə feil gələrsə, bu rar deyilir, rar. Yəni l, bu l da r olur. Məsələn, qapının açarları deyirsiniz, açarları. Və salam, bu asandır. Deməli, hansını iki cür düşünə bilmədim, oxşayarlar. Ancaq bunun l-lıdır. Çünki bunun isim variantı yoxdur ona görə.